Hamınıza salam. Döşəmələrinizi güzgü kimi hamar etməyin sirlərini birlikdə açmağa hazırsınız? Bugün sizə peşəkar nəticələr əldə etməyi necə asanlaşdıran bir məhsuldan və onun tətbiqindən addım-addım danışacağam. Elə isə başlayaq. Yəqin ki, təmir işləri ilə məşğul olan hər kəs bu problemlə üzləşib. Nahamar bir səth, inanın, bütün sonraki işlərin keyfiyyətini, necə deyərlər, sıfıra endirə bilər. İstər bahalı bir parket döşəyin, istər PVC, istərsə də keramika, fərqi yoxdur. Əsas mükəmməl olmalıdır. Yaxşı, bəs bu can sıxan problemi necə effektiv şəkildə aradan qaldırmaq olar? Hər şey, baxın, hər şey düzgün hazırlıqdan və dəqiq tətbiqdən başlayır. İndi gəlin, bu işin bütün incəliklərini birlikdə aydınlaşdıraq. Baxın, mükəmməl bir döşəmənin ilk və ən vacib, qızıl qaydası budur. Hazırlıq. Bunu heç vaxt unutmayın. Sonda əldə edəcəyiniz o gözəl görünüş və döşəmənin illərlə davamlılığı birbaşa alt səthin nə qədər yaxşı hazırlandığından asılıdır. Bu mərhələyə ciddi yanaşmaq sonraki bütün işlərin uğurlu olacağına zəmanət verir. Deməli, bu hazırlıq prosesi iki çox vacib addımdan ibarətdir. Birinci təmir, yəni nə edirik? Bütün qüsurları aradan qaldırıb, möhkəm bütöv bir təməl yaradırıq. İkincisi isə astarlama. Bu mərhələdə səthi elə bir vəziyyətə gətiririk ki, tökəcəyimiz məhlul ona sanki kilitlənmiş kimi yapışsın. Gəlin indi hər birinə ayrı-ayrılıqda baxaq. İlk işimiz təmir. Səthdə nə çat görürsünüzsə, nə çuxur, nə də zədələnmiş yer varsa, hamısını diqqətlə CC Mortar ST60 ilə təmir edirik. Məqsədimiz üzərində işləmək üçün möhkəm və qüsursuz bir səth yaratmaqdır. Boşluqlara və qüsurlara əsla yer yoxdur. Təmir işləri bitdi, səthimiz artıq bütövdür. İndi keçirik astarlamaya. Baxın, CCS AC Primer nə iş görür? Təsəvvür edin, beton susuz bir süngər kimidir, məhlulun suyunu dərhal canına çəkə bilər. Bu astar məhz bunun qarşısını alır. Üstəlik, məhlulun səthə daha da möhkəm yapışması üçün mükəmməl bir körpü rolunu oynayır. Artıq səthimiz tam hazırdır. İndi isə gəldik işin ən həssas nöqtəsinə, məhlulun hazırlamasına. Baxın, burada hər qramın, hər damla suyun əhəmiyyəti var. Çünki məhlulun döşəmədə mükəmməl şəkildə yayılması tamamilə onun düzgün qatılıqda olmasından asılıdır. Reseptimiz çox, amma çox dəqiqdir və bunu dəyişmək olmaz. Hər 25 kiloqramlıq bir kisə CCS SL üçün dəqiq 4,5 litr təmiz su. Nə bir damcı artıq, nə də bir damcı əskik. Bu nisbəti pozsaz, bütün işin keyfiyyətini riskə atmış olarsınız. Ona görə dəqiqlik burada hər şeydən vacibdir. Alətimiz də xüsusi olmalıdır. Bizə dəqiqədə 400-dən 600-ə qədər dövr edən aşağı sürətli bir inşaat mikseri lazımdır. Bəs niyə məhz aşağı sürət? Çünki yüksək sürət məhlulun içinə hava qovur. Onu sanki bir kokteyl kimi köpükləndirir. Bizə isə köpük yox, möhkəm və bircinsli bir qarışıq lazımdır. Və indi yadda saxlamalı olduğunuz ən vacib rəqəm gəlir. Hazırsınız? Tozu yavaş-yavaş suya əlavə edirik və fasiləsiz şəkildə tam dəqiq 3 dəqiqə qarışdırırıq. Bax, bu 3 dəqiqə əsl sehrin baş verdiyi andır. Bütün komponentlər bir-birinə tam qarışır və o mükəmməl məhlul yaranır. Bəs 3 dəqiqənin sonunda nə əldə edirik? Nəticə, içində bir dənə də olsun topacıq qalmayan, axıcı, eyni ilə krem kimi hamar bir məhlul. Bax, bu, artıq işə başlamaq üçün tam hazır olan ideal qarışığımızdır. Qarışığımız ideal vəziyyətdədir. Deməli, bir saniyə belə itirmədən hərəkətə keçməliyik. Məhlulun tətbiqi, bilirsiniz, sanki bir rəqs kimidir. Sürət və dəqiqlik tələb edir. Gəlin görək, bu rəqsin addımları nələrdir? Deməli, məhlul hazır olan kimi heç gözləmədən onu hazırladığımız səthin üzərinə tökürük. Və budur. Məhsul dərhal öz işini görməyə başlayır, cazibə qüvvəsinin köməyi ilə öz-özünə yayılır və ilk düzləşdirməni həyata keçirir. Məhlul yayılmağa başlayanda artıq biz də işə qarışırıq. Xüsusi bir mala götürüb məhlula yüngülcə istiqamət veririk, onu bütün səthə bərabər şəkildə yayırıq. Burada əsas məqsəd nədir? Hər yerdə, hər nöqtədə planlaşdırdığımız qalınlığı əldə etmək. Və indi gəldik son, amma ən vacib toxunuşlardan birinə. Baxın, bu addımı heç bir halda unutmaq, ötürmək olmaz. Məhlulu yayan kimi dərhal kirpi deyirəcəklər, onun üzərindən keçirik. Bu nəyə lazımdır? İçəridə qala biləcək ən xırda hava qabarcığını belə çıxarmaq üçün. Nəticədə isə bütöv, monolit, məsaməsiz bir səth əldə edirik. İndi isə gəldik çox vacib bir texniki detala, qalınlıq. CCS SL məhsulunu tək qatda, yəni bir dəfəyə tətbiq edərkən ideal qalınlıq 5 ilə 8 mm arasındadır. Bunu mütləq yadda saxlayın. Bu qalınlıq həm məhsulun ən yaxşı performansını, həm də düzgün qurumasını təmin edir. Yaxşı, bəs əgər sizə 8 mm-dən daha qalın bir təbəqə lazımdırsa,
məsələn 15 mm. Cavab çox sadədir. İşi mütləq 2 mərhələdə görmək lazımdır. Birinci qatı tətbiq edirsiniz, sonra isə səbirli olursunuz. Minimum 24 saat, yəni tam bir gün gözləyirsiniz. Səth tam quruyandan sonra ikinci qatı tətbiq edə bilərsiniz. Bax, bu qaydanı pozmaq olmaz. Gəlin bu rəqəmlərin dilini açaq. Çünki layihənizi planlaşdırarkən bunlar çox vacibdir. Mühitin temperaturu müsbət 5 dərəcədən aşağı və 30 dərəcədən yuxarı olmamalıdır. Sərfiyyatı hesablayanda isə hər 1 mm qalınlıq üçün təxminən 1,75 kq nəzərə alın. 24 saatdan sonra üzərində ehtiyatla gəzmək olar. Amma son örtüyü, məsələn parketi döşəmək üçün ən azı 3 gün gözləmək lazımdır. Mükəmməl bir işin öhdəsindən gəldi. Amma heç vaxt unutmayın, əsl peşəkarlıq təkcə sonda əldə etdiyin nəticədə deyil, həm də bütün iş prosesindədir. Məhz buna görə də təhlükəsizlik və keyfiyyət bizim üçün hər zaman bir nömrəli məsələ olmalıdır. Bu məhsulla işə başlamazdan əvvəl hər bir usta mütləq özünü qorumalıdır. Nələr lazımdır? Qoruyucu geyim, möhkəm əlcəklər, gözlərinizi qorumaq üçün eynək və əlbəttə tənəffüs yollarınızı qorumaq üçün maska. Yadda saxlayın, sizin təhlükəsizliyiniz hər şeydən önəmlidir. Baxın, bu xəbərdarlığa xüsusi diqqət yetirin. Bu məhsul sement əsaslıdır. Əgər təsadüfən dərinizə və ya gözünüzə dəyərsə, heç bir saniyə tərəddüd etməyin. Dərhal həmin yeri bol su ilə yaxalayın. Ehtiyatı əldən vermək olmaz. Bəlkə də ağlınızda bir sual var. Bu məhsula nə dərəcədə güvənmək olar? Baxın, bu sertifikatlar hər şeyi deyir. Məhsul həm beynəlxalq keyfiyyət idarə etmə standartlarına, yəni ISO-ya, həm də Avropa təhlükəsizlik standartlarına, yəni CE-yə, həm də bizim yerli IZS sertifikatına cavab verir. Bilin ki, bu loqolar sadəcə işarələr deyil. Bu, sizin istifadə etdiyiniz məhsulun yoxlanıldığının, etibarlı və yüksək keyfiyyətli olduğunun birbaşa zəmanətidir. Beləliklə, artıq bütün sirləri bələsiz. Hazırlıqdan tutmuş tətbiqə, təhlükəsizliyə qədər hər şeyi öyrəndik. İndi isə növbə sizindir. Sualım budur, növbəti layihənizdə bu biliklərlə əsl mükəmməlliyə imza atmağa hazırsınız?